Azərbaycanda səhiyyə sisteminin ən az görünən, lakin ən vacib sahələrindən biri tibbi tullantıların idarə olunmasıdır. Klinikalarda, laboratoriyalarda, stomatoloji və gözəllik salonlarında hər gün yüzlərlə kiloqram təhlükəli tullantı yaranır. Lakin onların sonraki taleyi çox vaxt məlum olmur. Araşdırmalar göstərib ki, tibbi tullantıların toplanması, daşınması və utilizasiya sahəsində ciddi hüquqi və praktiki boşluqlar mövcuddur. Bir neçə həkimlə aparılan söhbətlər zamanı məlum olub ki, tibbi personalın böyük hissəsi tullantıların düzgün idarə olunması qaydalarından xəbərsizdir. Azad İstehlakçı Birliyinin sədri Eyüp Hüseynov bildirib ki, bəzi müəssisələr tibbi tullantıları hələ də primitiv üsulla bastırır və bu, infeksiya yayılması üçün real təhlükədir. Onun fikrincə, məsələ həm Səhiyyə Nazirliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılmalıdır. Dövlət qurumlarının cavabları isə natamamdır. Səhiyyə Nazirliyi tibbi tullantıların qanunvericiliklə təmizləndiyini və utilizasiyanın lisenziyalı şirkətlər tərəfindən aparıldığını bildirsə də, bu şirkətlərin siyasi və statistikası açıqlanmayıb. 2024-cü ildən səlahiyyətləri təbibə verilsə də, qurumda tender qalibləri və tullantı həcmi barədə məlumat təqdim etməyib. Ekologiya Nazirliyi yalnız təmiz şəhər ASC-yə dair göstəriciləri açıqladığını vurğulayıb. Araşdırmalar göstərir ki, ölkədə klinikaların çoxu tullantıların düzgün çeşidlənmir. Xüsusilə kiçik özəl mərkəzlərdə təhlükəli tibbi tullantılar məişət tullantıları ilə birlikdə atılır ki, bu da hepatit, HIV və digər infeksiyaların yayılma riskini artırır. Təmiz Şəhər ASC bildirir ki, 2025-ci il Bakıda tibbi tullantıların sterilizasiya mərkəzini istifadəyə veriblər. Hazırda 3 daşıyıcı şirkət mərkəzə tullantı təhvil verir və 20 metr kub təhlükəli tullantı qəbul olunub. Tullantıların soyuducu ambarda saxlanılır. Daha sonra doğranaraq 130-135 Selsi temperaturda sterilizasiya edilir. Bu metod üst tərəfindən tövsiyə olunur. Mərkəzin yalnız B və C kateqoriyalı iynə, şpris, biomaterial qalıqları, infeksiyon asarğılar və sair tullantıları qəbul edir. Dilbər Vüqar qızı, Bölgə TV.